bizim geçen derslerimizde öğrendiklerimiz, terbiye pratiği, terbiye pratiği meseleleri, terbiyenin prensipleri, mevzuları, dersleri var öğrenenden sonra geçtiği terbiye meselelerine, yani terbiyenin terkip hisselerini, onun da prensiplerini, mevzularını öğrendik. Bugün bizim dersimiz terbiye ve onun terkip hisseleriyle alakalı ümumileştirici seminar dersidir. Ben istedim ki ümumileştirici ders hakkında önermek gibi. Çünkü biz terbiye pratiğinden danışanda dersin tiplerinin en feallarından aktif derslerden danıştık. Ümumileştirici ders seminer, ders ekskursiya, ders şekilleri, müzakere vesaire qeyri-ənənəvi dersler olmalı. Bu barədə geniş məlumat verir. Yani bugün ümumiləşdirici ders hakkında hem pedagoloji məzmunda məlumat verilecek, hem de biz dersin temeli ümumiləşdiriciliğini geçtiğimiz mevzular üzerinde sistemleştirmeyle neyeceğiz? Yardım geçireceğiz, maaş edeceğiz. Siz yakın ki seminer mevzularında hukuk terbiyesi, estetik terbiye, ekoloji terbiye, emek terbiyesi, bunların önünde ve vatandaşlık terbiyesi, bu meselelere nazar yitirmesiniz. Bak bugünkü bizim esas məqsədimiz, bak burada mən qeyd eləmişəm. Deməli, əsas məqsədimiz burada müəyyən məlumat verməkdir. Frontal suallarla mən bəzi cavabları alacağım. Ondan sonra tərkib hisseləri haqqında istəyərdim ki, ümumiləşdirici xarakterdə sizin də söhbətləriniz olsun. Çünki müasir dərs tələb edir ki, müəllim ona verilmiş saat müddətində monoton hər şeyi özü izah edemez. Özü izah edib, məsələni, onun məqsədini, mahiyyətini ortaya qoyur və sonra o məqsəddən çıxış edərək eşidilmiş nəzəri bilikdə praktikaya tətbiq olunmalı, öyle değil mi? Deməli, həyati bacarıqlar, biliklərin bacarığa çevrilməsi prosesi başlatmalıdır. Bunu biz müəyyənləşdirebilirik. Bunu ancaq müəyyənləşdirebilirik sizin cavablarına, sizin məsələlərə münasibətiniz məqsədləriniz. Ona görə də yadınızdadır ki, biz geçtiğimiz bütün derslerde frontal sorgudan, müxtəlif tapşırıqlardan, ayrı-ayrı sizin yazdığınız mövzulara ait işlerin müzakeresinden veya ben o işleri alıp təsvir edip sonra onun müzakeresini çıkaracağım size, neticeleri değilim. Tüm bunlar hamısı derste bilik alma, öğrenme, mənimsəmə prosesini həyata geçirir. Sadece eşitmekle mənimsəmə psikologların dediğine göre uyder de eşlik verir. Ama mənimsədiklərini, öğrendiklərini, eşitdiklərini, okuduklarını vesaire tətbiq edəndə, sen o tətbiqdə neyi həyata geçirirsense o artık bilgiye çevrilir. Çünkü her eşitilen bilik değil ki, informasiyadır. Bilgi olmak için ne? Bilgiye çevrilmek için ne etmek lazım? Yani tətbiq edilmek lazım. Talep olunan hazırlamak lazım. Bugün derslerde bir sıra yeni yanaşmalardan veya vasıtalardan istifade olmuş. Bugün diyende ben ilk dördüne deyim. Evveller çok ileri bir 30 yıllık bundan yola müəllim daxil olurdu, nağıl edirdi, frontal sual da olurdu və əyaniliyi əsasən şəkillərdən istifade edirdi. Müəyyən kino aparatlar, proyeksiya aparatları da bundan istifade edirdi. Ama bugün imkan var ki, informasiya, kommunikasiya texnologiyaları dersi daha canlı eləsin və sizin biliklərinizi hazırladığınız slaytlarla multimedya aparatları nümayişi ilə
meydana çıxarasınız. Ona görə də bugünkü dərs istər ümumiləşdirici dərs olsun, istər bilik verici dərs olsun, istər təkrar dərs olsun, istər çalışmalar dərsi olsun, bunların hamısında texniki vasitələrdən istifadə etmək vacibdir. Dərsdə əsas məqsəd nədir? Yəni, bilik öyrənmədə, verilən bilikləri mənimsəmədə əsas məqsəddir. Birinci, bildiyiniz kimi, əqli inkişafı, intellektual səviyyəni artırmaq, yəni neyləmək? Biliklərə gələnmək. Bu baş məqsədir, dərs. İkinci, dərs tərbiyə etməli. Üçüncü, inkişaf etdirməli. Hər hansı bir dərs, istər riyaziyyat olsun, fizik olsun, hər hansı fənn üzrə dərs, əgər tərbiyə etmirsə, o insanın gəncin formalaşmasına tərbiyəli baxımdan təsir göstərmirsə, o dərs keyfiyyətli dərs deyil. Çünki biliyi kitabdan da oxuyub ala bilərsiniz. 252-4 dairəsini şagirdlərdə öyrədəcəksiniz. Amma siz ona kitabla davranmağı, yoldaşla davranmağı və verdiyiniz biliklərdən alınan məlumatların o sosial əhəmiyyətini və s. izah etməlisiniz. Və izah zamanı uşaq, dairəsini şagirdi, eşitdikləri ilə gördüklərini müqayisə edir və bu müqayisə zamanında təsdiq edir ki, bəli, heç mahiyyətinə fikir verməyir. Amma evdə ata-ana münasibətini belə görür, evdə atasının stol arxasında əyləşib, masa arxasında əyləşib yazısını görür və yaxud anası ola bilsin həkimdir, çox geniş çağrışlara xəstə üçün edir. Deməli, birlikdə yiyələnib ki, bu həkim olur. Amma bir insanın keyfiyyəti daşıyan bir vətəndaş, bir insan kimi ne edir? Bağ-kişilik nümayiş etdirir, ehtiram nümayiş etdirir, gərəklilik nümayiş etdirir. Bax, buna görə də biz hələ təlimdən bunları demişdik, amma bugün bizim dördüyümüz sırf tərbiyənin struktur vahidlərinin insanın deməli, xüsusən biz obyektimiz İsrail şagirdləridir, bunların inkişafında deməli, rolünü açırıq. Mən istərdim, siz mənə yardımcı olasınız, həmşehri kimi. Tərbiyənin tərkib hissələri hansılardır? Kim deyər? Umru'da görün. Tərbiyənin tərkib hissələri birinci vətəndaşlıq tərbiyəsi, ikinci ekoloji tərbiyə, əmək tərbiyəsi, hüquq tərbiyəsi, iqtisadi tərbiyə. Doğrudur, bunlar əsaslardır. Bu tərbiyə ilə bağlı daha farklı da olar. Mən bir yeniliyi sizə demək istəyirəm. Yəni, siz mən görürəm, kitablardan da istifadə edirsiniz. Qarşıdan kitabları görür, oxuyub gətirirsiniz. Pedagogik ədəbiyyatı, doğruca ədəbiyyatı oxuyanda vətəndaşlıq tərbiyəsini, tərbiyənin tərkib hissəsini görməyəcəksiniz. Hətta mənim özümün müəllif olduğum kitabda bu tərbiyənin tərkib hissəsini deyil. Amma mənə görə gəlir ki, bugün müstəqil Azərbaycan vətəndaşının yetişdirilməsi prosesində ilk növbədə vətəndaşlıq, vətəndaş tərbiyəsi nə olmalıdır? Aşılanmalıdır. Vətəndaşlıq keyfiyyətlərinin əlamətləri hüquqi təfəkkürə yönəlməkdir, ekoloji təfəkkürə yönəlməkdir, əxlaqi mənəvi təfəkkür. Hamısı əhatə olunur orada. Buna görə də mən belə bilirəm ki, yeni yazılacaq pedagogika kitablarına çoxlu dəyişikliklər eləmək lazımdır. Bu dəyişikliklər sırasında birinci növbədə vətəndaş təhsili, vətəndaşlıq tərbiyəsi, İKT-dən istifadə və müstəqil Azərbaycanın təhsilində həyata keçirilən təlimi məzmunu məsələləri. Biz bu barədə danışmışıq. Mən bir daha ümumiləşdirici dərs olaraq bunu xatırlatdım. Və istərdim ki, siz bu ümumiləşdirmədə öz yazısınızda qalan məsələlərə diqqət yetirəsiniz. Məsələn, vətəndaşlıq tərbiyəsi dediniz. Kim deyər o? Nədir vətəndaşlıq? Kim deyir? Vətəndaşlıq tərbiyəsi deyilir.
Vətəndaşlıq əsasən vətənə məhəbbə, sədaqət əsasında durur, vətənpərvərlik. Yəni vətənə bağlılıq və vətən üçün nə isə eləmək, yəni onun naminə, yəni vətənlə bağlı ayrılıq nə isə eləmək. Bir söz daha var. Yəni vətəndaşlıq tərbiyəsi deyəndə təkcə nəzərdə tutulmamalıdır ki, bu insan yəni bu torpaqda yaşayır, sırf buna görə yəni vətəndaşlıq verilir və nəsə, yəni sırf bu baxımına yox, o ümumiyyətlə vətəninə, torpağına, bayrağına, yerinə bağlı bir insan olaraq yetişdirilməlidir. Bundan qaynaqlanır. Çox doğru, düz deyirsiniz. Vətəndaş dedikdə vaxtıyla insanın yaşadığı torpağa, dövlətin mənsubiyyətini edilir. Bilirsiniz, onun da sənədi var, pasport. Milli şəxsiyyət vəsiqəsini verirlər. Əzmin genişləri çox doğrudur. O vətənin müdafiəsi də, inkişafı da, digər ölkələrdə tanıdılması da, bütün bunlar hamısı sonra daxildir. Və bu gələcək işə gərək kiçik yaşlardan başlanır. Eğer iktidai sivil şagirdləri sizin dediğiniz gibi devletin simvollarını, atributlarını öğrenecekse, hevnini, özünün efendim böyle amalı kimi qəbul ederek hem iş onu ifa edecekse ve özünü bu torpağın sahibi gibi terk edecekse, elbette onun vətəndaşlığı da yalnız Azərbaycanda yok, her yerde yapacaklar. Diğer meseleler var. Ekoloji, hukuki meselelerde vətəndaşlıktan hukuk tərbiyesine geçecek. Çünkü birbirine sırf bağlıdır. Ve ben demişim ki bu terbiye hisseleri ayrı adlarda olsa da ama blok değil. Bunlar hamısı birbirine bağlıdır. Birbirini temin edir. Birbirini zenginleştirir. Kim hukuk terbiyesiyle bağlı ümumleştirme yapabilir? Buyurun. Slaytına hazır mısınız? Siz hazır mısınız? Siz cevap verin, sonra sen geç slayt hazır. Ümumiyyətlə, bütün insanlar öz hüquqlarını bilməlidir, vəzifələrini yerinə yetirməlidir. Hüquqlarını bilməsə, vəzifələrini yerinə yetirməsə, onun hüququ da, yəni hansı o hüququnu istəmək də artıracaqlar. Çünki bir vətəndaş vəzifələrini bilməsə, öz vəzifələrini yerinə yetirməlidir ki, bilsin hansı hüquqları sahibdir, hansı hüquqları tələb edə bilər, hansı hüquqları əzmir, hansı hüquqları təhsildə və başqa bir məkanda olmalıdır, onu bilməlidir ki, həmin yerdə tələb edə bilsin. Həmin hüquqları düşünür. Bizim əsas qanun üzrə, yəni konstitusiyalı üzrə insanlara hüquqlar verir. Hansı hüquqlar var? Ümumiyyətlə. Təhsil hüququ var. Əmək hüququ var, doğrudur. Sirahət hüququ var. Çok doğrudur. Bütün bunları hayata geçirmek için gerek vəzifələrini biləsən. Bəzi adamlar vəzifəsini icra edəmir, hüquq tələb edir. Vəzifəni icra edən adamın haqqı var ki, hüquqlarını da tələb edəsin. Buyurun. Şadizm hüquq tərbiyəsi. Yəni, burada əsas məqsəd hüquq tərbiyəsi, hüquqi biliklər və hərəkətlər vasitəsilə böyüyən nəsildə qanunçuluğa riayət vərdişlərini hüquqi təfəkkürü formalaşdırır. Bundan əlavə, hüquq tərbiyəsi hüquq normalarına aid bilik, bacarıq və vərdişlərin mənimsənmə prosesidir. Hüquq tərbiyəsi hüquq qanunlarını pozan hər bir kəsin kimliyindən asılı olmayaraq lazımi cəzasını almağını təmin edir və buna görə hüququn başlıca vəzifəsi cəmiyyətdə mövcud olan ictimai münasibətləri qoruyub saxlamalıdır. Bu əvvəl bir tərəzi çəkmişdir. Bu nə üçündür o tərəzi tarazılıqla yoxdur? Bir var hüququn nə qədər pozulur, nə qədər hüququ Hüquq pozulur. nə tələb edir? Ədalətlilik tələb edir. O zaman tərəzi taraz olanda ədalətlilik bərpa olunur. Elə ki tərəzi taraz olmadı, o simbolik təsvirdir. O zaman deməli ədalətlilik yoxdur. Ədalətlilik yoxdursa, hüquq pozulursa insanlar narazı qalır. Narazılıq bir yana insan inamını itirir.
insan fəallığını itirir. Ona görə də hüquqların qorunması, hüquqların, verilmiş hüquqların lazım səviyyədə həyata keçirilməsi, istifadə olunması, istəyir rəğbətləndirmədə, istəyir cəzalandırmada normal tələblərə cavab verməsi insanlarda inam artırır. Hüquq varsa inkişaf var. Hüquqlara əməl olunursa, aşağıdan yuxarıya, yəni adi vəzifə daşıyan insandan ən yüksək vəzifə daşıyan insana qədər Konstitusiyanın verdiyi hüquqlardan istifadə etməli, vəzifələrini icra etməli. Necə? Ədalətlə, dəqiq, aydınlık və bu zaman onda o tərəzi qaralır. Sonra? Çox deməli, hüquq tərbiyəsinin vəzifələri də vardır. Göstərdiyim kimi, şagirdlərdə əvvəlcə mövcud qanunvericiliyə aid, yəni qanunlara aid ilkin təsəvvürlər, biliklər verilir. Sonra şagirdlərdə qanunların həmin qanunları həyata keçirilməsi və onların icrasına dair bacarıq və vərdişlər aşılanır. Şagirdlərdə özlərinin hüquq və vəzifələrini dərk etməsinə şərait yaradılır, yəni bunlar şərait yaradılır. Şagirdlərə ədalətli olmağı öyrədilir, hamının qanun qarşısında bərabər olması göstərilir və şagirdləri gələcəkdə ailə hüququ haqqında qanunçuluğa dair biliklərlə tanış edir, ümumilikdə ibtidai sinif uşaqlarını gələcək həyata hazırlayır. Gələcək həyata hazırlayır. Siz bir fikir verirsiniz ki, hüquqla bağlı çox məsələləri yazmalıdır deməklə. Amma niyə? Bax, o ailə hüququnca məsələləri haqqında şagirdlərə kiçik yaşdan bilgi verilir, məlumat verilir. Ona görə ki, o peşəsini hər hansı sahədə seçə bilər. Zəif ola bilər, güclü ola bilər və digər işlər. Sonunda bir Bu isə təbii vəzifədir. Yaradanın verdiği vəzifədir, onu hər bir insan yerinə yetirmək. Və hüququn da bayaq dediyim kimi əsas cəhətlərindən biri, yalnız hüquqları bilib icra etməkdən bitmir. Tərbiyə mədəniyyətini nümayiş etdirməkdir, tərbiyəli olmaqdır. Ailə yaranırsa, cəmiyyət formalaşır. Ailə sağlamdırsa, niyyət sağlamdırsa, sağlam cəmiyyət yaranır və formalaşır. Ona görə kiçik yaşlardan bunları öyrətmək lazımdır. Və sonda, yəni dərsimiz ibtidai sinif şagirdlərinin pedagogikası olduğu üçün və ibtidai sinif uşaqlarının tərbiyəsinə aid olduğu üçün ibtidai siniflərdə bunu necə aparmaq olar? Burada böyüyə, canlı aləmə, əməyə hörmət, təbiətə qarşı hüquq tərbiyəsinin ilk şeylərini təşkil edirsə, sonraki siniflərdə isə hüquq tərbiyəsinin məzmunu xeyli genişlənir. Məktəblər üçün hüquq təbiəti qoruyur, sənin hüquqların, qanun pozunluğu namicilikdən qidalanır və s. mövzularda ibtidai sinif şagirdləri ilə söhbətlər aparılır, hüquq işçiləri ilə görüşlər olur və belə görüşlər, söhbətlər getdikcə genişlənir, yuxarı siniflərdə də davam edir. Çox doğru seçmişsən, çox dünyalıysan. Həqiqətən yalnız təlim prosesi hər şeyi həll edir. Ümumiyyətlə məktəb həyatının belə bir qanunluğu var. Dərslər müəyyən biliklər verir. Kənar tədbirlər, autoriden kənar tədbirlər, ekskursiyalar, görüşlər, müzakirələr, disputlar və s. Bu, yadda qalan prosesi çekilir. Orada insan, bayaq dediğimiz gibi, farklı olarak inkişaf edilir. Fikirlərini, görüşlərini aşkarlayır. Ola bilsin, burada bir tartışma da olsun, bir ciddi müzakirə də yaratsın. Ama bütün bunların hamısının debat karakterler kurulsun iş, bunların hamısı həqiqətin ortaya çıkması içindir. Və şagirdlər də bu müzakirələrdə həqiqəti ortaya çıxarır. Mən bir şey dediyim ki, pedagogikası sosial nahiyyəsidir. Pedagogikanın yalnız kitabda yazılanlarla öyrənib kifayətlənmək olmaz. Pedagojik proses həyatda insanların münasibətləri prosesi. Həyatın özüdür. Əzablar, istirablar, sevincilər, düşüncələr, münasibətlər, ünsiyyət, çalışmalar, bunların hamısı insanla bağlıdır və insan pedagojik obyekt olarak öğrenimi həyata keçirilir. Ona görə də biz
İster hüquq tərbiyəsi, istər ekoloji və s. tərbiyə hissələrindən danışanlar tərbiyyənin mütləq həyatı bacarıqlara çıxırır, həyatın özünü öyrədir. Çünki insan və təbiət, insan və cəmiyyət ilk növbədə bir-birindən bağlı əlaqədir. Həm bir-birinin içindədir, həm bir-birinə ünsiyyətdə münasibətdədir. Əgər hüquqlar ibtidai sinif şagirdinə dediyimiz kimi o ibtidai təbəq ilkin əlbətti hüquq təbəqqünü formalaşdırırsa, o mən insanam, mən vətəndaşam, mən dövlətin qanunu ilə deməli hüquqlara malikəm, vəzifələrə malikəm. Və əlbəttə ibtidai sinif şagirdin öz hüquq vəzifələri var ki, müəllim də onu aşılayır və sən hələlik onları yerinə yetirməzsən, orada özünü dərk prosesidir. İnsan özünü anlayır, başa düşür. Hansı insan gözünü başa düşür, bu Allah'ı da dərk edir, təbiəti də dərk edir, mühiti də dərk edir, hakimiyyəti də dərk edir. Birinci növbədə özünü dərk edir. Özünü dərk edir insan qanunlara hörmət edir. Qanunlara hörmət etmək, ləyaqət və şərəfini qorumaq deməkdir. Mənəviyyatlı olmaq deməkdir. Və bu prosesdə deməli, yaşlıların nümunəsi də kiçiklər üçün nədir? Örnəkdir və sən bunları çox doğru dedin. Çox sağ olun. Beləliklə, bugünün ən aktual problemlərindən, tərbiyə işində ən aktual problemlərindən biri ekoloji tərbiyyədir. İndiyə qədər dərdə olan əxlaq tərbiyəsi məsələləri, tərbiyə məsələləri, hətta vətənpərvərlik tərbiyəsi, bunlar hamısı əsrlərlə deyilmiş məsələlər. Və bunu bəlkə də deməyə ehtiyac yox. İnsan vətəndə yaşayır, vətənini sevməlidir, vətənpərvər olmalıdır. Amma kiçik yaşdan uşaqlar öyrədilməklə tutaq ki, hüquq tərbiyəsi ekoloji tərbiyəyə gələnməlidir. Elə deyilmi? O başa düşməlidir, bu təbiətdədir. Bir böyük aləm var, bir də insanların sayı qədər kiçik aləm. Və bunlar hamısı təbiəti təşkil edir. İndi bu kiçik aləmlər, böyük aləmlər, bu kiçik təbiətlər, böyük təbiətlər necə təsir göstərir, necə münasibətdə olmalı bu təbiətlər? Bax, bu bəlkə də həyatın fəlsəfəsini təşkil edir. Və kiçik yaşdan uşaqlar bunu bilməlidir. Suyu, qazı, yeməyi, yəni ərzağı, geydiyi paltarı, hər şeyin nicəliyini və insanın nə dərəcədə əhəmiyyətli bunları bilməlidir. Gedir mağazaya, uşaqlarla gedir. Uşaq görür ki, orada uşaqlar üçün yemək var. Anasını gözləmədən əlini atıb götürür. O baxmır, onun vaxtı keçmir, hansı firmanındır, firmalar da imicinə görə fərqlənir. Amma ana onu oradan götürür, baxmalıdır ki, oğlum veya qızım, bunun müddəti var. Bunun müddətindən 2 gün keçib, onu yemək olmaz. Niyə? Bunu cavab vermək lazımdır. Hər suyu içmək olar, olmaz. Sular da texniki su var, içmək üçün yararlı su var, başqa vasitələr su var. Yəni, gərək uşaq onu bilsin, 1-ci sinif, 2-ci sinif okuyan uşaq bilsin. Ona görə hardasa rast gəldiyi o kramp verirlər də, onu açıb, ağzını dayayıb, yoğuncunu doldurub içməsin. Düşməli deyil. Niyə içməli deyil? Çünki orada o belə insanın səhhətinə ziyan verən qarşılıqlar var ki, onu içmək olmaz. Və yaxud, hətta nəyin uşaqlar, bizim böyüklər uşaqlara paltar alanda fikir vermirlər, bunun materialı nədir? Hər sintetik parçanı almaq olmaz. Kiçik məktəbiyə giydirmək olmaz. O, pambıqdan olmalıdır, kətan olmalıdır, geniş olmalıdır biraz, darısqal olmamalıdır. Bu da insan ekologiyasını tərtib edir, yəni insanın özünə tərtib edir. Kim bu barədə yığcam məlumat verənlər? Sizlər də hazırlaşın. Nümayiş edək.
zərər verə bilər, yəni biz ekoloji tərbiyəni bilməsək, necə ekologiya ilə davranış qaydalarımızı bilməsək, təbiətin qorunması müvafiq qanunlar əsasında bilik bacar vərdişlərin sistemini yiyələnməklə həyata keçirmək mümkündür. Ekoloji tərbiyəndə məsələn ibtidai siniflərdən də başlamaq lazımdır ki, gələcəkdə bu uşağın necə deyim, həm bütün davranışlarına, zehninə, şuuraltı yerləşsin ki, o böyüyəndə artıq müəyyən bir problemlər yaşamasın. Şagirdlər ekoloji dünya görüşün tərbiyəsi prosesində ekoloji təsirin zəruri ünsürlərinə yiyələnir, öyrənirlər ki, təbii ehtiyatlar tükənə bilər, məsələn, sudur, işıqdır və s. Məsələn, havadır, sudur, torpaqdır, zərər görə bilər və bu da bilavasitə insanların, bitkilərin, heyvanların və hətta ən böyünədici insanların məhvinə və yaxud da ki, məhvindən də bir-iki pillə aşağı tutan ki, onların hər hansı infeksiyon xəstəliklərlə zədələnməsinə gətirib çıxara bilər. Bir də ekoloji dünya görüşün tərbiyə olunması prosesində məktəblərdə tərbiyə mühafizəsinə dair mənəvi məsuliyyətlər formalaşır və bu mənəvi məsuliyyətdə hər şeyin ən başlanğıc forması deməkdir. Onlar təbiəti qorumağı özlərinin müqəddəs borcu hesab edir və belə bir həqiqəti dərk edirlər ki, təbiət bütün insanların müştərək evidir və müştərək evdə hər kəs istədiyi kimi davrana bilməz, istədiyi kimi rəftar edə bilməz. Necə təbiətin də hər bir ağacın, bitkisinin, kolun qayğısına qalmaq lazımdır. Daha sonra ekoloji dünya görüşünün tərbiyə olması məqsədi, hər bir şeyin məqsədi olduğu kimi ekoloji dünya görüşünə tətbiq olmasının məqsədi var. Məqsədi isə odur ki, gənc nəsildə təbiətə, onun sərvətlərinə məhəbbət, qayğılı münasibət, onları qorumaq, çoxaltmaq, qayğısına qalmaq, ekoloji şuur, əldə və davranış formalarını formalaşdırmaqdan ibarətdir. Ekoloji dünya görüşün vəzifələri var. Aydındır, bu vəzifələr aydındır. Bir şey demək istəyirəm. Bu ümumi nəzəri məlumatlardır. İbtidai məktəbdə, sabah ibtidai sinif müəllim olacaqsınız. Birinci növbədə şagirdlərə hansı ekoloji məlumatlar verilməlidir, o hansı onun həyatına lazımdır. Həmin o prosesdə ona lazımdır. Ən birinci geyimindən başlayaq, qidasından başlamaq, səliqəsizlik, məsələn, sinif otağında lövhənin təmizliyindən tutmuş, auditoriyanın təmizliyi, bəli, hər biri bu ən kiçik şeyləridir, ekoloji tərbiyə. Sonra, bax bizim pəncərələrdə gül yoxdur, çiçəklər yoxdur. İbtidai siniflərdə və onun qayğısına qalırlar, tozunu almalı, su verir. İndi onlar bilirlərmi ki, bu nəyə lazımdır, bu çiçək güllər? Başa salmalılar, yəni o müəllim başa salmalıdır, məsələn, sinifin havasındadır. Həm estetik görünüşü var, o sözsüz. Sinifin havasını təmizləyir. Sirkulyasiya. Sirkulyasiya. Əyanı və saatımızda təbiətşünaslıq dərslərində onu istifadə eləmək olar, inkişafını göstərmək olar. Əsas ekoloji baxımdan hansı evdə ki, oksigen buraxan güllər, çiçəklər çoxdur, hansı otaqdır. Burada hava təmiz olur, satılır. Sonra mən bir deməli faktı vermək istəyərdim. Mənim yadımdadır ki, çox illər bundan qabaq yağış yağardı və yağan yağışı qablara dolduranlar, destilə suyu kimi. Taş yağardı. İndi onu eləmək olar. Palçıq üstə palçıq işarətləsi kimi qalır. İndi eləmək olmaz, çünki ekologiya o qədər pozulur ki, göydən yağan yağış zəhər yağır. Deməli, şagirdlər bilməlidirlər, ola bilər ki, onun qabı olsun, yağış da yağsın, doldursun, ama yağış suyudur, götürsün içsin. Gerek uşaqlar bilsin, nəyi içə bilərlər, nəyə necə münasibət göstərməlidirlər. Ona görə də ekologiya bu gün əsas məsələdir. Yəni, böyük ekoloji problemlərdən danışmaq ki, ayrı-ayrı müharibələr, ayrı-ayrı zavodların toplantıları, bizim Xəzər dünyada ən gözəl, ən saf dənizlərdən biridir. Amma indi baxıb görürsən ki, xəbər verirlər ki, filan çimərlikdə çimməyin, filan çimərlikdə çimməyin. Niyə? Dənizin suyu çirklənib, ziyanlı maddələr var. Deməli, əsrlər artdıqca, illər artdıqca ekoloji ziyanlılıq artır. Əgər artırsa, sən nə etməlisən? Əks mübarizə göstərməlisən də. Deməli, ekoloji biliklərə daha çox ehtiyac var.
ekoloji sahədə insanın özünü, öz münasibətini qurması üçün bayağı dediyim kimi yenə hər kəsin özündən asılıdır. 100 dəfə deyirlər. Məsələn, gənclik vaxtında yaşlı adamlar çoxlu öğütlər, nəsihətlər verir, atalar söz işlədir falan. Amma gənclik vaxtı deyirsən ki, bunu bilirəm də, haçan olsa, indi tətbiq edərəm, baxaram, görərəm. Yaş keçəndən sonra fikirləşirsən ki, mən niyə bu sözlərə vaxtında əməl eləməmişəm ki, belə xəstəliklər, belə planlara əmələ gəlir. Deməli, uşaqlara yalnız eşitdirmək yox, praktik elə işlər qurmaq lazımdır ki, onu duysun, hiss eləsin, yaşasın. Ona görə də bugün təlim metodları dərsimiz, ona görə mən onu əlavə izah eləmək istəmirəm. Təlimi elə maraqlı qurmaq lazımdır ki, elə qəribə uşaqları düşündürən sual-cavab qoymaq lazımdır, tapşırıqlar vermək lazımdır, qruplara ayrı işlətmək lazımdır ki, bunu işləyəndə bəlkə də düşünmürlər. Amma qruplar ki, hərə öz işini meydana çıxarır, başlayır, bu da öz nəticəsidir, o bir qruplar, bu bir nəticəsini deyəndə o nəticə ilə bağlı müzakirələrdə o prosesi yaşayırlar. Ki, bu niyə düzdür, o niyə düzdür, o niyə düzdür, o niyə düzdür. Bax, deməli, təlim prosesi, tərbiyə özü də bugün yalnız öğütlə, nəsihətlə həyata keçir. Deməklə, mühazirə ilə həyata keçir. Əyanili olmalıdır, müzakirələr olmalıdır, qruplarla iş qurulmalıdır. İbtidai siniflərdə ən güclü təsir göstərən metod oyundur. Oyun. İki qrupa ayıra bilərsən. Bu qruplardan biri ekoloji tərbiyənin nə olduğunu bilir. Kitabına, dəftərinə, suyuna, hər şeyine baxır. O bir qrup sanki bilmir. Ona görə də çörəyi sumkasından götürüb qoyur bir tərəfə, partanın üstünə və ya suyun ağzını açıq qoyub bir zibilli yerə ya sumkasının çantasını atıb bir tozlu yerə. Bunlar müzakirə edəndə o ekolojini bilən adamlar təmiz, sağlam hər şeyini mühaşə etdirirlər. Məsələdə başqa deyil. Bu prosesdə dərk olunur ki, nə yaxşıdır, nə pisdir və yaxşı bir lazım. Sonra hətta oyun qururlar. Gəlin bu suyu içək. 2 dənə qab gətirirlər. Bu suyu verirlər, bu içir, o içir, o içir, o içir. Birinci sinifdə, ikinci sinif biraz həvəksiz daxil. Müəllim, mən də su istəyirəm, sən içmə. Yox, onu içmək olmaz. Sizin ikincisindən götürürsün. Belə uşaqlar var, lider olmaq istəyən uşaqlar ki, mən niyə gerdə qalım, mən tükət içim. Yox, içmək olmaz. Niyə içmək olmaz? Deyir ki, bu su texniki sudur. Bu içmək için götürülür. Bax, bu müqayisədə, bu prosesdə daimi yadında qalır ki, müəllim o suyu mənə vermir, texniki suyuna, suyu seçim içməli. Burada məsələ su məsələsi deyil. Burada məsələ oldu ki, insan uşaqlıqdan ekoloji baxımdan keyfiyyətin nədə olduğunu və insanın səhhətinə faydalığın nədə olduğunu görəriz. Bax, bütün deməli, bu proseslərdə təlim və tərbiyə işi prosesi vəhdətdə gedir. Biz əqli tərbiyədən danışanda qeyd eləmişdik ki, əqli təhsil, əqli tərbiyə biliklərlə formalaşır, dünya görüşü yaradır, əqidə yaradır, insanın da əqidəsi olmalı, inanı olmalı. Elə deyil mi? Amma bu biliklər yalnız bilik deyil. O bilik olmasa insan tərbiyəvi cəhətlərlə dərk edilir. Ona görə də tərbiyə prosesinin də kökündə biliklər yaratır. Bizim bəzi pedagogika kitablarında ona görə deyirəm ki, siz müxtəlif kitablar oxuyursunuz. Orada da bizim bu fikir arası gəlməyəcək. Amma bu oxuduğumuz bu Aşir Həsənovla mənim yazdığım kitabda isə bu məsələ var. Hər şeyin kökündə biliklər var. Tərbiyə böyük keyfiyyətdir. Tərbiyəlilik yüksəkdir və tərbiyəlilik mədəniyyəti, ali insanlıqdır. Amma bu elə-belə olmur. Hətta savad
olmayan vaxtda belə bu kütləvi savadsızlıq olan vaxtda belə, yəni o savadsızlığı bilən ki, hərif bilinməyən vaxtda, onda belə götürlə təkmilləşmiş müdrik adamlar biliyə əsaslanırlar. O bilik təbii ki, eşitməklə olurdu, öyrənməklə, görməklə olurdu. Və o bilik olmasa, o hardan bilərdi ki, əgər günəş batırsa və batanda onun şəfəqləri yayılırsa, sabah günəş çıxır. Bir də var, səhər gün çıxır, axşam aləm qarışır. Və atalar buna nə deyir? Səhər çıxan günəşdən əl-hələ. Yəni, qış üçün deyiləcəklərindən, təbii ki, bu yaycılığı. Sonra, yağış yağacağı indi hava məlumat haqqında mən verirəm. Mən uşaqlıqdan, anamdan, böyüklərdən eşitmişəm. Sabah yağış yağacaq, sabah man olacaq. Deməli, o da bilikdir. Elə deyilmi? Ona görə də bütün tərbiyəvi keyfiyyətlərin aşılanmasında bilik yerə yüksək olsun ki, o keyfiyyəti dərk edərək özündə aşılasın və onu tətbiq etsin. Odur. Sonra bizim deməli, ekoloji hüquq tərbiyəsindən başqa bugünün ən aktual məsələlərindən biri iqtisadi tərbiyə. İqtisadi tərbiyə. Niyə bugün, yəni indiki dövrünün aktualdır? Ona görə ki, yaşlılar, sizin ata-analarınız, siz müstəqillik dövrünün adamlarsınız. Siz ən xoşbəxt insanlarsınız. Siz müstəqil Azərbaycanın vətəndaşları olaraq dünyaya gəlmişsiniz. Amma biz SSR vətəndaş olmuşuz və o zaman SSR, sosializm vaxtında vahid dövlət mülkiyyəti var. Bizim özümüzün mülkiyyətimiz olmadığına görə, yəni bir otaq, xırda bir yaşayış üçün lazım olanından əlavə bir şey olmadığına görə bizdə iqtisadi və hamıda kütləvi şəkildə deyirəm, bu formalaşmaya ehtiyac yoxdur. İqtisadçılar bilirdi o məsələ, o işlərlə məşğul olanlar bilirdi. Amma mən yazıqlıqla məşğul olan adamam, müəlliməm, əmək haqqımı alıram, heç çox az fikirləşmirdik, bunu düz yazılar, əyri yazılar. Olumuzu çəkildik, əmək haqqımızı alırdı belə, amma bugün belə deyil. Niyə? Çünki indi bazar iqtisadiyyatı. İndi kapital münasibətləri. Buna görə də hər kəs sahiblik hissinə gələnlərdir. İldir Əliyev məruzələrinin birində bir çox məsələlərə toxunub, o cümlədən bu məsələyə də toxunub. Kitabın sahibi şair, tələbədir. Elə deyilmi? Və yaxud hər hansı ona mənsub olan evində evidir, mülkiyyətidir, sahəsidir. Ya kənd yerlərində yaşayırlar, tarlası var. Torpağın mülkiyyət olması. Mən insan olaraq nəyi sərdə eləməliyəm, öz mülkiyyətini çevirməliyəm, hissləri keçmişdə yoxdur. Bugün var. İqtisadi təfəkkür yaranarsa və mülkiyyət sahibi olmaq ideyası, öz mülkiyyətini qiymətləndirmək etikası yaranırsa, o adam orta məktəbdən başlayaraq, gimnaziyadan başlayaraq şirkət yarada bilər, işini qura bilər. Bugün də nə lazımdır? Bugün də belə işlər lazımdır. Məsələn, ölkədə kiçik biznes var, orta biznes var, böyük biznes var. Elə şagird ikən öyrənilsin ki, kiçik biznes nədir? Və yaxud orta biznes nədir? Böyük biznes nədir? Aydındır. Və mahiyyətini bilməlidir ki, orta biznes ən kütləvi biznes sahəsidir və əksəriyyət bundan məşğul olmalıdır. Böyük bizneslər, müəyyən trestlər, sindikatlar, nə bilim, böyük təşkilatlar, şirkətlər yaradırlar və burada yalnız mənimki demək deyil. Böyük şirkəti olan adam, böyük gəliri olan adam nə açır? Zavod açır, fabrika açır. O zavodda kimlər işləyir? İnsanlar əmək haqqı alır. Deməli, bu sahibkarlıdır. Mənim filan qədər vəsaitim var, mülküm vardan əlavə insanlara xidmətə yönləndirilməlidir. Əmək haqqından təminata yönləndirilməlidir. Bu da təbii ki, hər bir şərait yaradılmalıdır. Ona görə də kiçik yaşlardan başlayaraq əgər şagirdlər
yaxşı mənada mənimki, mənim kitabım, mənim çantam, mənim necə deyərlər, əşyam bu təfəkkürlərə gələnsə, evdəkilərə də qəbrini danışar. Məktəb hamımızındır. Ola bilsin dövlət məktəbidir, ola bilsin özəl məktəbdir, hamınındır. Belə deyil mi? İndi bu məktəbi qorumaq lazımdır. Divarları görürsünüz, tərtəmiz. Elə birisi bütün alı məktəblərdə belə deyil. Görürsünüz. Niyə yazılır? Çünki o uşaqların iqtisadi təfəkkürü yoxdur. Qədir qiymət qoya bilmirlər, yaradılmışlar. İqtisadi təfəkkür zəhmətə ehtiram aşılır. Yaradılmışa hörmət aşılır. Kartalarını görürsünüz maşallah. Hər şey, hamısı necə var bir şeylər belədir. Amma haradasa, hansı ali məktəbdə görərsiniz ki, orada bir ürək şəkil çəkilir, oh keçilir, nə söz yazılır. Görürsünüz, o adam tələbədir. Tələbə olduğu halda hələ lazımınca formalaşmayıb ki, axı buna zəhmət çəkirlər, mən niyə görməm? Evdə də elədir, işığın qorunması, qazın qorunması, bəli qənaətçilik, səxavətlilik çox yaxşıdır. Amma qənaətçilik əsasdır. Nizami Gəncəvi deyərdi ki, qənaət ki vardır, bəsimdir, yekərdir. Yəni, insan belə orta dolanan, kəsib dolanan olsa belə, hər işi qənaətlə, yeməyini, alqasını qənaətlə sərf eləsə, ona bəsdir. Yəni, israf etmək lazım. Bəli, israf etmək lazım deyil. Niyə bu israf, qənaət, bu kiçik anlayışlardan naşır? Çünki daha senin şairləri gerek bunu bilsinlər. Ben neçə evlərə getmişəm, tanış bir şeyimdə görürüm, işi lazım deyil, yanır. Konuğa gələk, gün ortada olsa yandırır. Yanır, deyirəm ki, niyə yandırır? Lafın bir ihtiyaç yoxdur. Deyib ki, uşaqlara demişdim, söndürsün, söndürməyim. Hətta yanımda saxlanır, heç söndürməyim. Və yaxud çörək yiyirlər, bir balaca köhnəlir, bir balaca bərkiyir, götürüb onu yığırlar qaba, atırlar zibil qabına. Çörəyə bu cür münasibət ən bağışlanmaz münasibət. İnsanı yaşadan çörək. Vətən qədər o insana lazımlı gələndir. Onu necə eləmək olar? Başqa bir ailədə görmüşəm ki, o çörəkləri kəsirlər. Suxarı edirlər, o patlıqlarla, yumurta ilə pişirirlər üstüne. Nə? Ay soğuk edirlər, siz elə edirsiniz. Çörəyi suxarı yox. Elə deyil. Həm də ki, yeyə biləcəyi qədər almaq lazımdır. Ümumiyyətlə, bunu fikirləşmək lazımdır. O doğrudur, amma bilirsin, bəzən olur ki, ya bildiyin qədər alırsan, qonaq gəlib çatmır. Dədən ələ-ayağa düşürsən. Ya qonaq gəlib bilmirsən, bu qonaq, sən bilirsən nə qədər yiyəcəksən, qonaq nə qədər yiyəcəksən. Görürsən, içində artıq qalır. Və bütün bunlara kiçik yaşla formalaşmaşlanmalıdır. Mədəniyyətdir bunlar hamısı. Çörəyə də ehtiram, hər şeyə də insan əli ilə yaradılan hər şey. Böyük yaradan insanları yaradır, təbiəti yaradır. Onlara ağıl verir, şuur verir, nit verir, qabiliyyət verir. Daha nə eləmək? Zəhmət çəksin, şuurlu insan özünü də dərk eləsin, əməyini də dərk eləsin və digərlərinə hörmət eləsin, digərlərin əməyinə hörmət eləsin. Gördüyünüz kimi, mən daha sizin digər məsələlərə slaydlarla müdaxilənizi istəmirəm. Elə bilirəm ki, fikir aydındır. Burada belə bir ümumiləşdirib nəticə çıxarılır. Deməli, kiçik yaşlı uşaqlarda, rəsmi şagirdlərində onlara tərbiyəvi keyfiyyətlər elə aşılanmalıdır ki, onlar həm fiziki cəhətdən hazırlıqlı olsun, estetik, tədqiq, uyum cəhətdən hazırlıqlı olsun, əmək vərdişlərinə gələnə bilsinlər, iqtisadi, hüquqi, ekoloji təfəkkürə gələnə bilsinlər və əgər fundament normal qoyularsa, o fundamentin üzərində o uşaq edir. Və mən təcrübəmdən bilirəm ki,
İbtidai sinifdə verilən biliklər hər tərəfli və möhkəmdirsə, sonraki siniflərdə bəzi zəif müəllim olsa belə ona ziyan gətirmir. Amma ibtidai sinifdə zəif öyrədilirsə, bu keyfiyyətlər aşılanmayırsa, səriştə yoxsa, bilik özü də belə də miyani ortadsa, yuxarı sinifdə müəllim nə qədər çalışır sonra qaldıra bilir. Ona görə də sizin missiyanız çoxdur. Sabahki vətəndaşın bizim müstəqil Azərbaycan inkişaf etdirən insanın əzəli o təməli ibtidai sinifdən qoyulur. Mən sizə bu işlərdə inşallah müəllim olacaqsınız, uğurlar arzulayacağım. Sağlığınız var? Yoxsa orada mən sizə tapşırıqlar vermək istəyirəm. Deməli, nə istəyirəm mən? Ekoloji, iqtisadi, hüquq tərbiyəsi ilə əlaqədar dərs aldığınız məktəbdə, müşahidə etdiyiniz məktəbdə, ibtidai siniflərdə proses necədir, hansı qüsurlar var, hansı yaxşı cəhətlər var, onu ümumiləşdirəsiniz, gətirəsiniz, gələn dərsdə biz onu nəzərinə keçirəsiniz, ona müzakirə qoşaq. Olar mı? Oldu, yaxşı, sağ olun.